Kardeşim. Bir dənə evdir bu. Bu videoyu sona kimi baxın. Bir də Azad gəl dala. Bir dənə bunu göstər. Bax, məhləsinə bax, qardaş. Asfalt. Avtobusdakı 50 metrliyindən keçir. Bir dənə gözəlliyə bax, qardaşım. 3 sota yaxın torpaq sahəsində monolit inşa olunmuş mərtəbələrarası monolit betondur, əziz-əzizlərimiz. Bir dənə gözəl ev tapmışam sizin üçün. 5 dənə otaqdır, evimiz 220-230 kvadratdır. Həyətində söhbətgahını Azad çəkir hal-hazırda. Azad çək, bu gözəlliyi qardaş çək. Manqarnisini çək orada, qardaşım. Söhbətgahımızı çəkdim. Evimizin içində 3 dənə hamam otağı, kombisi, birinci mərtəbə ümumi stipol, sağ tərəfindən arxasına keçidi, yerləşmə yerində deyirəm sizə, Maçdağa qəsəbəsi, Savalan yaşayış massivinin giriş hissəsində, avtobus dayanacağından 50 metr məsafədə qapısına kimi də asfaltdır. İndi sən bir dənə evi gir çək, Azad. Özün də sənin aşıq olacaqsan bu evə. Dəhlizə bax, maşallah, maşallah. Evin hündürlüyünə bax, bəlkə bir 3.20-dir. 3.50-dir bəlkə də, hə. Olar. Bir dənə indi sən, Azad, oraları çəkəcəksən, gəl bura sən, gəl. Bir dənə sənin birinci bax, buradan başla, mətbəxini. Genişliyə var, maşallah. Gəl bura. Bu evi qəşəng təqdimat edəcəm. Çünki bu ev satılan evdir. Qonaq otağının genişliyinə bax, Azad. Bax, laminatımızdan tutmuş bütün materiallar hamısı keyfiyyətlidir. Gəlsin, baxsın real alıcı. Bax, hamam otağımız, qardaşım. Birinci mərtəbəyə aid olan hamam otağımız siz döşəmə asma tavanla. Yəni, yataq otağının genişliyinə bax, qardaşım. Özdəki evimiz də işıqlı evdir, ya havalı evdir. Gəl buraya, Azad. Bir dənə bunu as. Piləkanın altıdır bura, qardaşım. Kombisi zat buradadır. Görürsən, özdəki böyük kombidir ya, yəni 2 mərtəbəyə layiqlıdır, belə deyək. Buradan da qalxırsan piləkanla, bir dənə saxla videonu yuxarıda davam edək. Qardaşım, gəl yuxarı. Bir dənə ikinci mərtəbənin dəhlizini çək. Burada qəşəng nüanslar var. Bax, ümumi hamam otağımızdır bu, ikinci mərtəbənin. Bu otaqdan başla, Azad, bu otaqdan başla, qardaşımız. Bu, yuxarıda bir dənə böyük otağımızdır, içində də hamam otağı yenə də. Qardaş, 3 dənə hamam otağı var evin daxilində. 3 dənə hamam otağı. 2 dənə də tezdən burada yataq otağıdır, bunlar da genişdir. Bir dənə bunun genişliyinə bax, qardaş. Maşallah, Allah, Allah'ına da, satana da xeyir versin, arzusunda olanlara da qismət olsun inşallah. Qardaş, 5-ci otağımızı çəkdi, göstərdi. Gəl bura. Start qiymətimizi deyirəm sizə. 178.000 manat paket kupça. Real alıcı endirmə olacaq. Sağ olun, bugünə bu qədər.